Xarici xəbərlə davam edirik. Həmas və İsrail arasında atəşkəs elan olunub. Həmas hərəkatı ilə İsrail arasında Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın təşəbbüsü ilə hazırlanmış sülh planının birinci mərhələsinin həyata keçirilməsi üzrə saziş bugün imzalanıb. Bu mərhələdə bütün girovların yaxın zamanda azad olunması və İsrail ordusunun Qəzza daxilində razılaşdırılmış xəttə qədər geri çəkilməsi nəzərdə tutulur. Misirdə aparılan danışıqlar nəticəsində İsrail və Həmas hərəkatının nümayəndələri arasında sülh planının birinci mərhələsi ilə bağlı sazişin imzalandığını ilk olaraq Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump dünən axşam özünün Truth Social şəbəkəsindəki paylaşımında elan edib. Mən çox qürur duyuram ki, İsrail və Həmas bizim sülh planımızın birinci mərhələsinə imza atıblar. Bu o deməkdir ki, bütün girovlar tezliklə azad olunacaq və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq öz qoşunlarını razılaşdırılmış xəttə çəkəcək, deyə Trump Truth Social'da yazıb. Donald Trump həmçinin Qətər, Misir və Türkiyədən olan vasitəçilərə də təşəkkürünü bildirib. Həmas hərəkatı ilə İsrail arasında imzalanan sazişə əsasən tərəflər sənədi imzaladıqdan dərhal sonra Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib. Sənəddə 24 saat sonra İsrail ordusunun qismən bölgədən çıxarılması nəzərdə tutulub. Danışıqlar zamanı Həmas vasitəçilərdən, həmçinin Amerika Birləşmiş Ştatlarından İsrailin Qəzza zolağında döyüş əməliyyatlarını bərpa etməyəcəyinə dair zəmanət alıb. Bu barədə Qərb mediasının Həmasın siyasi bürosunun nümayəndəsinə istinadən verdiyi xəbərdə deyilir ki, razılaşmada eləcə də yardımın çatdırılması üçün Qəzza zolağı sərhədində 5 keçid məntəqəsinin açılması nəzərdə tutulur. Həmçinin bildirilir ki, saziş İsrail hökuməti tərəfindən təsdiqləndikdən 72 saat sonra Həmas hərəkatı sağ qalan girovları azad edəcək. Ardınca isə həlak olmuş 28 nəfərin cəsədləri tədricən dağıntılar altından çıxarılaraq İsrail tərəfinə təhvil veriləcək. Girovların azad edilməsi müqabilində də 2000-dən çox Fələstinli, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 250 nəfər İsrail həbsxanalarından azad ediləcək. Bildirilir ki, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar girov və məhbusların azad edilməsindən bir gün sonra başlayacaq. Lakin bütün girovların, o cümlədən həlak olanların meyitlərinin təhvil verilməsinin nəzərdə tutulub-tutulmadığı aydın deyil. Sazişin imzalanmasından sonra İsrail hökumətinin yaydığı bəyanatda Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını müzakirə etmək üçün hökumətin iclasının keçiriləcəyi bildirilib və təqribən bir saat əvvəl İsrail mediası sözü gedən toplantının artıq başladığını yazıb. Rövşən Əliyev, Space xəbər.